Peyğəmbər alıb, Peyğəmbərə sələvatı çəkək. Allahümme salli ala Muhammed. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına sələvatı çəkək. Allahümme salli ala Muhammed. Zamanə imamı, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvatı çəkək. Allahümme salli ala Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm: "Və tasaddaqu ala fuqaraikum və masakinikum və vaqqiru kibarakum varhamu sigarakum vasilu arhamakum vahfazu alsinatakum." وَغُضُّوا عَمَّا لَا يَحِلُّ النَّظَرُ إِلَيْهِ أَبْصَارَكُمْ وَعَمَّا لَا يَحِلُّ الِاسْتِمَاعُ إِلَيْهِ أَسْمَاعَكُمْ وَتَحَنَّنُوا عَلَى أَيْتَامِ النَّاسِ يُتَحَنَّنَ عَلى أَيْتَامِكُمْ. Peyğəmbər alıb, Peyğəmbərə sələvatı çəkək. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm, böyüklərimə, əzizlərimə, məscidin bütün iştirakçılarına, Allah evinə qədəm götürüb gələn hər kəsə, bizi izləyən, ümumən səsimizi eşidən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, bu müqəddəs ayda Rəbbimiz üçün tutduğumuz orucları ali dərəcədə qəbul eləsin. Və bu qalan günlərdə bizə həmi cismən, həmi ruhən o gücü, qüvvəti versin ki, Allahı razı salacaq şəkildə, Allahın bizdən razı qaldığı şəkildə ona qalan günlərimizdə ibadət edə bilək və oruclarımızı tuta bilək. Bəli, möhtərəm möminlər, əziz səsimizi eşidənlər, bildiyimiz kimi bugün mübarək ayın, mübarək günü, cümə günüdür və eyni zamanda İmam Əli əleyhissalamın şəhadət günləridir, zərbətləndiyi gündür. Biz bu xüsusda bütün Əhl-i Beyt sevərləri, siz əzizləri, başda zamanə imamımız, ağamız İmam-ı Zaman Cəlallahu Teala Zuhurəhu Şərif olmaqla bu qəmli, qüssəli, ənduhlu gündə təsliyə tərz edirik. Allah Teala dünyada bizi Əhl-i Beyt əleyhimussalamların ziyarətindən, üqbada da, axirətdə də onların şəfaətindən ayrı salmasın. Artıq növbəti həftə cümə mübarək Ramazan ayının yaşasaq, ömürdən vəfa qılsaq, sonuncu cüməmiz olacaq. Yəni bu ayın sonuncu cüməsi olacaq. Allah ömrümüzün sonuncu cüməsi qərar verməsin inşallah. Bəli, vaxt doğrudan da sürətlə gedir. Günlər, həftələr öncə mübarək ayın gəlişinin intizarındaydıq və 3 ay Rəcəb, Şaban, 3 ayın gəlişini əgər qeyd edirdiksə, Rəcəb də geridə qaldı, Şaban da bitdi, indi Ramazan ayının sayılı günlərini sayırıq ki, bu ay da bitmək üzrədir. Amma doğrudan da biz hələ də necə bir neymətin içərisindəyik, onu biz bilmirik. Bəzən biz çalışırıq ki, ilahi rəhmət və Rəbbimizin bizə davranışlarını
günümüzdə qarşılaşdığımız hadisələrdən, situasiyalardan nümunə gətirək, o zaman daha rahat bir şəkildə məsələnin mahiyyət və əhəmiyyətini qəbullana bilirik. Məsələn, bir nəfərin deyək, maşını var, biraz nasazdır, amma görürsən o halından gileylənir, narahatdır. Və yaxud da modeli məsələn biraz yenidir, əlində olduğuna görə biraz yeni model arzusunda olduğuna görə bu əlindəkinin də o qədər qədrin bilmir, o qədər himmət, diqqət göstərmir. Amma sənin uzaq yolu yaxın eləyir. Təcili bir işində sənin işığı aşırır. Bir sözlə sənin əlindən tutur. Amma əlində ikən o qədər onun qədrini bilmirsən. Elə ki, satası oldun, ya daha yararsız vəziyyətə düşdü, onda o əlindəkinin qədrini bilirsən ki, bu sənə nə qədər kömək imiş, nə qədər sənə əl yetirirmiş, əl tuturmuş. Bir sözlə, nemət insanın əlində ikən, insan demirəm, hər kəs bilmir. Amma bunu əminliklə və qətiyyətlə söyləyə bilərəm ki, bilənlərin əksəriyyəti də yetəri qədər bilmir. Məsələn, mən demirəm, burada olanların əksəriyyəti ata-ana qədri bilmir. Yox, sözüm elə başa düşülməsin. Amma bunu əminliklə söyləyə bilərəm ki, bilirəm deyənlərin əksəriyyəti də yetəri qədər bilmir. Görürsən, sən hər gün atanı, ananı zəng vurub, onun atanın, ananın halını, keyfini soruşmaq əvəzinə, hava biraz çox soyuq olanda görsən, ata zəng vurur, ana zəng vurur ki, oğlum, bu gün hava soyuqdur, ha? Yola çıxanda, maşını sürəndə, işə gedəndə, əyni qalın elə, maşını asta sür, imkan olsa maşından istifadə eləmə. Görürsən, sən onlar üçün narahat olmaq əvəzinə, hələ o yaşda belə onlar yenə sənin üçün narahatdır, sənin nigarançılığı yaşayır. Belə də bəzən ata-ana heç günlərlə yadıva düşmür. Amma dünyasını dəyişəndən sonra 40-ına qədər indi dini camiyyədə olanlar Nohə Mərsiyə qoyur. Biraz o bir aləmdə olan Seygahdan, nə bilim də bir qəmli muğamatlardan ana məsələn muğamı qoyur, ata Seygahı qoyur. Heç sağlığında heç ata necəsən, anam necəsən heç soruşmur da, ha? Amma 40 gün statusunda baxırsan ki, elə adamın göz yaşı dayanmır. Adam elə ahuzar eləyir. Gedir bir qəbrin üstündən bir şəkil çəkdirir. 20 ildir sağlığında bir dəfə heç anası ilə, atası ilə bir selfie eləyib, bir şəkil çəkdirməyib. Ha? Amma indi orada biraz qəmli nüanslar var da, müəyyən yerlər var. Yəni, gərək belə şeylərdən insan xal tutmasın. Belə şeylərlə tərəfə özü xilaskar kimi, fədakar kimi göstərməyə çalışmayasan. Ona görə biz bunu qeyd etməkdə, bu misalları çəkməkdə məqsədim o idi ki, mübarək Ramazan ayda o cürdür. Hələ də sübhünün o bərəkətlərinin fərqinə o qədər varmırsan. Amma bir həftədən, 10 gündən az qalıb da, əlimizdən çıxandan sonra o sübh namazının gündəlik duaları, gündəlik oxunanlar Ya Əliyyü, Ya Əzim və s. dualar, inan o qədər həsrətini çəkəcəksən, o qədər xiffətini çəkəcəksən. Kaş çox eləydim, kaş az yatıydım, indi o qədər yata bilərsən ki, amma bəzən görürsən ki, mübarək Ramazan ayında da yatıb qalırsan, o başlanlıq da eləmirsən, sübh namazda gedir qəzaya. Belə şeylər biraz diqqət və himmət istəyir. Gərək ayın əzəmət və qədrini, qiymətini qoruyaq, saxlayaq, bilək. Və bu ayda bizə tövsiyə olunan Peyğəmbər Salavatullahın biz hər həftə çalışdıq ki, bir mövzuya toxunaq. Bu ay həm də sosial aydır, paylaşım ayıdır. Allah verdiyindən az təminatlı ailələrə, yoxsul insanlara və yetimlərə, imkansız insanlara
əl tutmaq ayıdır, bölüşmək ayıdır. Bugünkü mövzumuz yoxsul insanlarla, az təminatlı insanlarla mübarək Ramazan ayında paylaşımın, infaq, isar, sədəqə, zəkat verməyin faydaları haqqında danışacaq. İlk öncə Peyğəmbər Salavatullahın hədis-i şərifini, kəlamını olduğu kimi oxuyub, qısa tərcüməsini edib, sonra mövzumuza elə o ifadə ətrafında davam edərik. Peyğəmbər Salavatullah bu ayın gəlişi barəsində eşidibsiniz, Şəbaniyyə xütbəsi uzun bir xütbədir, deyir və həmin o xütbənin bir hissəsində, bir yerində belə bir ifadə söyləyir ki, وَتَصَدَّقُوا عَلَى فُقَرَائِكُمْ وَمَسَاكِنِكُمْ Fəqirlərinizə və aranızda yoxsul, imkansız olan insanlara Ramazan ayında sədəqə verin. Fəqir kimə deyirlər, miskin, yoxsul kimə deyirlər, izah edəcək. وَوَقِّرُوا كِبَارَكُمْ وَارْحَمُوا صِغَارَكُمْ Bu ayda böyüklərinizə ehtiram edin, kiçiklərinizə mərhəmət hissi ilə davranın. Bu, əslində ilin bütün günlərində belə olmalıdır. Amma bir ay boyunca insan mübarək Ramazan ayında bunları adət etmiş olsa, elə digər aylarda da bunu etmiş olar. وَارْحَمُوا صِغَارَكُمْ وَسِلُوا أَرْحَامَكُمْ Çalışın bu ayda siley rəhm eləyin. Ramazan günlərində, sabahlarında atanla, ananla, qohumlarla, doğmalarla bir zəng elə, bir telefon bağlantısı yarat, danış ginən, imkanın var, ged ginən. وَحْفَزُوا أَلْسِنَتَكُمْ Dilinizi qoruyun. وَغُضُّوا عَمَّا لَا يَهُنُّ النَّزَرُ إِلَيْهِ أَبْصَارَكُمْ Nələrə ki, baxmaq olmaz, gözünüzü onlardan qoruyun. وَعَمَّا لَا يَهِلُّ الْإِسْتِمَاعُ إِلَيْهِ أَسْمَاعَكُمْ Nələri eşitmək olmazsa, qulağınızı onlardan qoruyun. وَتَحَنَّنُوا عَلَى أَيْتَامِ النَّاسِ يُتَحَنَّنْ عَلَى أَيْتَامِكُمْ Öz çevrənizdə olan, öz qohumlarınızdan, tanıdıqlarınızdan, doğmaların içərisində olan yetimlərlə necə davranırsınızsa, başqa yetimlərlə də o cür davranın. Mən bunu tanıyıram deyə buna nəzakətli davranım, onu tanımıram deyə belə bir prinsip yoxdur İslamda. Belə bir yanaşma, belə bir düşüncə yoxdur İslamda. Ümumi olaraq hədisi qeyd etdik. Mən indi Peyğəmbər Salavatullah ki buyurur: وَتَصَدَّقُوا عَلَى فُقَرَائِكُمْ وَمَسَاكِنِكُمْ Fəqir kimdir, miskin kimdir? Fəqir, ehtiyaclı olan insan. Hər kəs bilir ki, onun ehtiyacı var. Amma ehtiyacını dilə gətirmir. Həya eləyir, utanır. Amma ehtiyac içərisində də boğulur. Sən də bunu bilirsən. Amma miskin ona deyirlər ki, bir pillə də yuxarı. Artıq o dözə bilmir. Yoxsulluğunu dilə gətirir. Bir dəfə doğrudan da onun ehtiyaclı olduğunu bilirsən. Bir dəfə də bilirsən ki, adam adət eləyib. Yəni, varkən belə özünü o cür göstərir. Birincisi mühümdür. Yəni, doğrudan da ehtiyaclı olduğunu bilmiş olsan, onun ehtiyaclı olduğunu əminliklə bildiyin halda sənin borcun və vəzifəndir bir müsəlman olaraq edə biləcəyini ona edəsən. Amma adətkarda olubsa, ona vermək sənin vəzifən deyil, verməyə bilərsən və verməməklə də heç bir günah qazanmırsan. Ümumiyyətlə, sədəqə barəsində Quran-ı Kərimdə təqribən 100-dən artıq, 100-ün üstü ayət-i şərifə keçir. Amma müxtəlif adlarla, bəzilərində təzkiyə deyərək, bəzilərində təthir deyərək, bəzilərində infaq,
isar, sədəqə, ihsan. Hətta bu sədəqə möminlərin, müttəqilərin, möhsinlərin sifətləri kimi də ayət-i şərifələrdə göstərilir, qeyd olunur. Əlbəttə ki, biz vaxtı nəzərə alaraq o yüzün üstündə qeyd edə bilmərik, amma hərəsinə çalışacaq Quran-ı Kərimdən bir neçə nümunə qeyd edək ki, məsələ tam aydınlığı ilə aydın olsun. Demək, Quran-ı Kərimdə bəzi ayətlərdə Allah Teala sədəqəni insan niyə verməlidir? Verməsinin faydası nədir? Və yaxud da ki, verərkən nə baş verir, nə dəyişir? İlk öncə bir şey yadımızda saxlayaq. Zəkat da, sədəqə də insanın malını təmizləyir. Bəzən necə insan öz cismi çirkablaşanda onu kimyəvi maddələrlə, sabunla, şampunla yuyur, təmizləyir. İnsanın ruhusa bu maddi nələrdənsə kimyəvi maddələrlə paça çıxa bilməz. Təmizə çıxa bilməz. Onun çirki aradan gedə bilməz. Məsələn, insan dünyaya gələndə bir ağ vərəq, ağ parça kimi gəlir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bir günah eləyəndə o ağa bir nöqtə düşür. Digər bir günah, ikinci bir nöqtə. Nöqtə, get-gedə o günah diametri böyüyərək ağ dönür nəyə? Qarıya. Və insan da o qaranı tez görür. Məsələn, əgər biz misal olaraq bir ağ vərəqdə test etmiş olsaq, bir nöqtə qoymuş olsaq, burada olan yüzlər insandan soruşsam ki, nə görürsünüz? Ta vərəq görürük deyə söyləməyəcəklər. İlk olaraq biz qara nöqtə görürük deyə. Bu psixoloji bir testdir. Bu oradan o mənaya gəlir ki, insanlar yaxşını görməməzlikdən gəlir. Məsələn, bir adamın o qədər yaxşılıqları olub, o qədər xeyirxah işləri, əməlləri olub, heç onu o qədər pəhpəhlə tərifləyən yox, onu deyən yox. Amma 30 ilin, 40 ilin başında, məsələn, bir yalanı olanda, məsələn, səhvi olanda, deyirlər o yalancı filan kəsi deyirsən. Adam 40 ildə heç yalan danışmır, düz danışan deyə demirdilər, ha? Amma 40 ilin başında, 50 ilin başında bir yalan deyəndə hamı onu yalancı ittihamı ilə töhmətləndirir, ittiham edir. Və bu ayın ən ümdə bəyənilən əməllərindən biri Allah yolunda sədəqə verməkdir. Yoxsul insanlarla paylaşım etmək. Sədəqənin birinci faydası insanın öz nəfsini paklaması, vicdanən rahatlaşması anlamına gəlir. Biri sənə yaxşılıq edir, çalışırsan ki, onun qarşılığını ona qaytarasan. Vicdanlı insanlar, şərəf və ləyaqət daşıyıcısı olan insanlar belə edirlər. Ona nəsə edəndə içində bir toxtaqlıq olur. Görürsən ki, onun qarşılığında nəsə etdin. Və Allahın verdiyindən sən də vicdanlı şəxs olarkən, verərkən qəlbə bir huzur çökür, rahatlıq çökür. Yəqin ki, aramızda olan o yoxsul insanlara əl tutmağı adət edən və yaxud da ara sıra yaxşılıq edən insanlar bu sözümü əminliklə söyləyirəm, təsdiqləyərlər ki, sanki onlara bir şey edəndə, onların üzündə təbəssüm yarananda, onların belə deyək, az da olsa müəyyən qədər çətinliyində, dar günündə yanında olduğundan o halı görəndə sənin içinə bir rahatlıq gəlir, içində bir huzur oyanır ki, sən də bir insana yardım etdin, sən də Allah verdiyindən kömək etdin. Bir sözlə, Quran-ı Kərimdə Allah Teala mübarək Tövbə surəsinin 104-cü ayəsində buyurur ki, "Xuz min əmvalihim sadaqatan tutahhiruhum və tuzakkihim biha." Ya peyğəmbər, onlardan, insanlardan sədaqələrini al və sədaqələrini almaqla onları paklacinən, onların ruhunu və onların mallarında olan çirkinlikləri
aradan apar. Bir sözlə sədaqə vermək həm ruhumuzun paklığıdır, həm də qazandığımız və qarışıq olan qazancımızda belə qarışıq olan nələrisə qarışdırmışıqsa onu təmizləmək üçündür. Və bir də mübarək ayət-i şərifədən aydın olan budur ki, yaxşılıq etmək, sədaqə verərək qarşı tərəfin o sevincini, qazancını əldə etmək səni cənnətlə müjdələməsi və bir növ nemətlərlə səni arındırır. Ayət-i şərifədə İnfitar surəsinin 13-cü ayəsində buyurur: İnnel əbrarə ləfi naim. İnnel əbrarə ləfi naim. Yaxşı işlər görənlər bol nemətlər içərisində olacaq. Və bir də sədaqə verəndə çalışağın ən yaxşısından verək. Bəzən görürsən o yaxşı insanlardan uzaq, bəzən nələrsə yerbəyer eləyə bilməyəndə, Allah ona da bərəkət versin, yenə onu eləyir. Yəni, əlində qalanda, bir axşam bazarı olanda belə deyək də, sata bilsəydi, satmışdı. Amma bunu yerbəyer eləyə bilmir, deyir, elə aparım bunu, görürsən, xarab olur, filan olur. Əzizim, öz evimə nəyi alıb aparardınsa, ən əzizvə nəyi verərdinsə, sədaqələri gərək ondan verək. O daha faydalı olar. Eşidibsiz, Quran-ı Kərim məntiqi ilə Həzrəti Adəm əleyhissalamın iki oğlu, Habil və Qabil, İzqarraba qurbanən. Allah Teala buyurdu ki, ya Adəm, övladlarına de, Habil heyvandarlıqla məşğul idi, Qabil isə təsərrüfatla, kənd təsərrüfatı ilə, əkin-biçinlə məşğul idi. Gün təyin elədilər, məxsusi bir yerdə, bir daşın üstündə onlar öz qurbanlarını gətirəcəkdilər, ilahi bir nurla, bir işarətlə hansı qəbul olacaqdısa, o, Həzrəti Adəm əleyhissalamdan sonra Peyğəmbər olacaqdı, varis olaraq. Vaxt vədə gəlir, çatır, Habil qoyun sürüsünün içərisində ən görkəmlisini, ən gözə gəlimlisini, ən yaxşısını, ən kökünü belə deyək də, Biblə, məsələn, nə qədər sürünün sayı orada qeyd olunmur, qarşısında olan kimə göstərsəydin, onu göstərərdisə, Habil əleyhissalam onu götürür. Çünki bunu Allaha verir də. Bu verdiyi Allah verib buna, bunların içərisindən birində Allaha verir. Amma Qabilin əli gəlmədi ki, insan o xəsis insanlar belədir. Bəzən qazandığını əli gəlmir xərcləməyə, ürəyi gəlmir xərcləməyə, vaxt vədə gəlir, çatır. Ömür də bitir, gedir, amma o qazandığı da qalır əlində, heç özünə də qismət olmur, başqalarına qismət olur. Qabilin isə əli gəlmədi, ürəyi gəlmədi, ən yaxşı sortu, ən yaxşı növ belə deyib, buğdanı götürsün. Biraz zəifin götürdü, onu götürmədi. Gəldilər həmin o bəlli bir yerdə ilahi işarətlə, nurla Qabilin yox, Habilin gətirdiyi o qoç ən yaxşısı, görkəmlisi qəbul oldu və məlum oldu bu məsələ ilə ki, Həzrəti Adəm əleyhissalamdan sonra Peyğəmbərlik Habillə olacaq. Amma qardaşın gözü götürmədi bunu. Qardaş bununla barışa bilmədi və ilk elə yer üzərində qətl hadisəsi iki qardaş arasında Qabilin Habili öldürmə kimi tarixə düşüb, yəni ilk qətl. O da dünya malının üstündə. Elə bu gündə ilk bəşəriyyətdə baş verən hadisə indi də günümüzdə baş verir. Dünya malına görə qardaş qardaşını öldürür, dünya malına görə taxt-tac uğrunda ata hiss eləyəndə ki, oğlu bunun yerinə keçmək istəyir, bunun postunu, bunun vəzifəsini əldə eləmək istəyir,
onu bir yolla ortadan götürür. Bəzən görürsən, qardaş hiss eləyəndə ki, qardaşı bunun yerinə gəlmək istəyir, qardaş bir pusqu qurur, o qardaşı aradan apar. Bir sözlə, aman bu nəfsin əlindən, aman bu nəfsin əlindən, yenə aman bu nəfsin əlindən. Bizim başımıza nə gəldisə, bu günləri ki, görürük, ətraf ölkələrdə, yaxın orta şərqdə, Asiyada, qonşu ölkələrdə baş verən intensiv bu hadisələrin də elə başında nəfs dayanır. İnsan nələrdənsə öz nəfsinə görə keçə bilmir. Öz nəfsinə görə başqalarını əzməyə, başqalarını aşağılamağa çalışır. Amma bu ay, mübarək Ramazan ayı, qeyd etdik Peyğəmbər Salavatullahın tövsiyə etdiyi kimi paylaşma ayıdır. Lən tənalul birrə hatta tunfiqu mimma tuhibbun. Ali İmran surəsinin 92-ci ayəsində Allah Teala buyurur ki, siz o yaxşılığı əldə edə bilməzsiniz, yalnız ən sevdiklərinizdən verməklə əldə edə bilərsiniz. Yəni, nəfəqə verəndə, sədəqə verəndə, ehsan edəndə onun ən yaxşısını, ən gözəlini siz onunla edin. Və mövzu təbii ki, genişdir. Sədəqə verməyin faydaları barəsində, sədəqə vermək nə kimi fayda daşıyır? İlk öncə bunu qeyd edək ki, sədəqə elə bir ilahi nemətdir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur, "Ma min şeyin illa vukkilə bihi mələkun illə sadaqə fə innəha təqa'u fi yədillah." Demək, nəticə etibarilə buyurur ki, bütün yaxşılıqları təhvil alacaq bir mələk var. Bütün yaxşılıqları təhvil alacaq bir mələk var. Amma yeganə sədəqədir ki, sədəqə birbaşa Allahın öz əzəmət və qüdrəti ilə mələk vasitəsi olmadan Allaha çatan bir nemətdir. Allah bizi bu ayda sədəqə verənlərdən qərar versin və sədəqənin faydasını dərk edib və onun mahiyyət və əhəmiyyətini bilənlərdən qərar versin inşallah. İkinci faydası budur ki, sədəqə şeytanın üzünü yerə sürtür və üzünü qaraldır. Bu baxımdan çalışağın şeytanı özümüzdən uzaq etmək üçün və şeytanı xar, zəlil etmək üçün sən Allah verdiyindən Allah yolunda sədəqə verməyi bacarasan. İkinci sədəqə faydalarından qeyd olunur, sədəqə insanın ömrünü artırır. Ona gələn bəlaları ondan dəf edir və evləri, kəndləri, şəhərləri, bir sözlə insanlar yaşadığı yerləri abad eləyir və çalışağın Allah yolunda bu sədəqələri edə biləcəyimiz qədər edək və duanın ikinci hissəsində buyurur ki, böyüklərinizə ehtiram edin və kiçiklərinizə mərhəmət hissi ilə davranın və qohumlarla əlaqələri kəsməyin. Amma bu günləri çox əfsuslar olsun. Bu mövzular o qədər diqqət mövzusundan belə deyək, biraz kənarda qalıb. Böyüklərə ehtiram məsələsi, kiçiklərə mərhəmətlə yanaşmaq, qohumlarla əlaqələr. Bizə bunun tövsiyə olunması budur ki, bu İslamın təməl prinsiplərindəndir. İslamın fundamental dəyər verdiyi dəyərlərdir. Böyüyə hörmət məsələsi, kiçikdəki o mərhəmətlə onda şəfqət, məhəbbət, insanlığa, həyata, Allaha o sevgini, məhəbbəti yaratmaq duyğusu və xüsusilə qohumlarda olan əlaqələr. Bu günləri səmimi etiraf edək ki, artıq qohumluq əlaqələri bitmək üzrədir. Belə bir fikir insanlarda, belə bir fikir tendansiya, belə deyək, formalaşıb ki, elə hamı özü üçün. Amma biz İslam baxımından baxsaq, bu
bu qohumluq əlaqələri 20 il, 30 il bundan öncə necə idi, amma indi necə idi? Telefon çıxana qədər gecgəllər var idi. Təzə-təzə telefon çıxanda bir zəng əlaqələri var idi. Bayramda məsələn ata oğlu yığırdı, oğul atanı yığırdı, əmi, dayı, bibi, xala, doğmalar. Amma zaman keçdikcə indi ta telefon bağlantıları da yoxdur. Hazır mesajlardır. Yəni insanlar özlərinə belə, səslərinə belə qıyıb səs atmır. Zəng etmir ayrı, görürsən səs də belə göndərmir. Hazır şablon SMS-də özü yaza dərd yarı. Bəzən görsən o başqası buna göndərib, o kopyalamaqla indi cavanlar daha yaxşı bilərdi. O ilətir deyiləsi bir yönətmə. Yəni bəzən yazmır dərd yarı, heç kopyalamır da, başqasından ona nə gəlib, heç oxumadan bir əvvəlinə baxır, bir axırına. Tabi mövzu bu yerinə düşər, düşməz bilmirəm, yadıma düşdü. Dostlardan biri deyir ki, bu bayramların birində idi. Deyir, gördüm ki, elə ən yaxınlar, ən doğmalar belə hazır şablon bir SMS-lər göndərirlər, özdə ilətirdə, başqası buna göndərib, bu da onu mənə göndərir. Deyir, mən də dedim, görüm heç olmasa mən göndərdiyim SMS-i oxuyurlar, yoxsa yox. Deyir, bir əvvəlinə yazdım o gözəl sözlərdən də, məsələn, bugün gözəl gündür, nə bilim, təravətli gündür, nə bilim, ilin ən gözəl günü filan filan. Ortada deyir, bir dənə bir xoşa gəlməz bunu söydüm ki, ay filan filan şudur. Axırda da yazdım ki, sizi təbrik eləyirəm bu gözəl gün münasibəti ilə. Deyir, neçə nəfərə göndərdim. Dərhal Allah razı olsun, mən də səni. Deyir, baxdım, gördüm ki, heç mənim SMS-mi oxuyan yoxdur. Deyir, buradan bildim ki, bunlar hamısı elə belədir. Ona görə çalışın, heç olmasa sizə göndərilən SMS-ləri oxuyun. Oxuyun, görün orada nə yazılıb, sonra bir Allah razı olsun deyin. Görün, hardan hara gəlmişik. Görün, düzdür, bunu eşidəndə indi təbəssüm eləyirik, gülürük. Amma əslində ağlamalı vəziyyətdir. İnanın, ağlamalı vəziyyət. Biz ağlamalı halımıza gülürük. Ağlamalı halımıza gülür. Görün, hardan hara gəlmişik. İnsani dəyərlər nə qədər cılızlaşıb. Qohumluq, dostluq əlaqələri, qardaşlıq bağları nə qədər qırılıb. Elə üzdən, üzə yola, üzə xatir bunlar belə olmamalıdır. Yəni ki, İslam və müsəlmanlıqda bunlar yol verilməzdir. Amma nə edək ki, əksəriyyətimiz buna bulaşmışıq. Allah bizim aqibətimizi xeyr eləsin, axırımızı xeyr eləsin. Mən sizi çox yormayayım, bu ay biraz çox danışıb bəlkə sizi yoruruq, həm sübhlər xütbəmiz olur, bugün də cümədir, axşam da məsciddə toplanmaq Qədir gecəsi ilə bağlı. Allahdan diləyək, Allah bu etdiyimiz söhbətləri ruhumuzda, qəlbimizdə təsirli sözlərdən, kəlamlardan qərar versin. Allahdan diləyək, Allah dini İslama qüvvət versin. Din uğrunda, vətən uğrunda canlarını fəda vermiş şəhidlərimizə rəhmət eləsin. Onların atalarına, analarına səbr-i əyyubi kəramət eləsin. Və Allahdan diləyək, bu ayın bütün savab və fəzilətlərindən faydalanmağı, fayda aparmağı hər birimizə nəsib eləsin. Məriz və mərizələrimizə acil şifa inayət eləsin. İltimas-ı dua edənlər, evlə bağlı, işlə bağlı, maddi sıxıntısı olanlar var. Allah onların bütün sıxıntılarını öz qüdrəti ilə həll eləsin. Allahdan diləyək, Allah bu Ramazan ayını ömrümüzün axırıncı Ramazanı qərar verməsin. Zamanə imamımızın zuhurunda təcil eləsin. Bizim bu söhbətləri tarixin yaddaşına həkk edən qardaşlarımız, əzizlərimiz zəhmət çəkirlər. Onlar da istirahət eləmədən bir ay boyunca səhər, günorta, axşam bizimlə bir aradadılar. Allahım, onların ömürlərinə, qazanclarına, ailələrinə bərəkət verginən. Allahım, bizi dini İslamda sabit qədəmlərdən qərar verginən. Bir an belə nəfsimizlə bizi başlı başına buraxma ginən. Allahım, nəfsimizlə əqlimizin mübarizəsində
Əqlimizi daima qalib, nəfsimizi isə məğlub etginən. Allahım, qəlbimizdə elə hacət və mətləblər var, sənə söyləməyə nə hacət? Allahım, qəlbimizin dərinliyində olan hacət və mətləblərimizi rəva etginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə bir Muhammedi səlavası ilə. Allahümmə sallallahu